Salam uşaqlar, bu gün ismin izahına baxacağıq. İsim əşyanın adını bildirən əsas hissəsidir. Əgər isimlər insan varlığını bildirirsə kim sualına, insandan başqa digər canlı cansız, konkret mücərrəd anlayışları bildirirsə nə sualına cavab verir. Əgər məkan məzmunu bildirirsə hara sualına cavab verir. İsimlər bir sıra kateqoriyalara malikdir. Konkret və mücərrəd ola bilər, təkcəm ola bilər, ümumi xüsusi ola bilər. İlk baxırıq konkret və mücərrəd isimlərə. Konkret isimlər gözlə görə bildiyimiz, əllə toxuna bildiyimiz maddi varlığı olan isimlərə deyilir. Burada nümunələrə baxırsınız ki, ağacdır, insandır, buluddur. Bunların hər birinin, hətta havanın, havanı gözlə görmək olmasa da onu hiss edə bilirik. Mücərrəd isimlər isə gözlə görünməsi mümkün olmayan, ümumiyyətlə maddi varlığı olmayan, hər zaman yox, bir çox məqamlarda bizim beynimizin məhsulu olan anlayışlara deyilir. Məsələn, yuxudur, xəyaldır, zamandır, sevgi, kədər və s. sözlər. Bir də deməli, dilimizdə elə sözlər var ki, onlar həm konkret, həm də mücərrəd isim kimi başa düşülə bilir. Analıq, atalıq, bacılıq, qardaşlıq sözləri, bunlar əgər hiss anlayışını bildirirsə, yəni atalıq hissi bu mənada işlənirsə, o zaman mücərrəd isimdir. Yox, ögey ana ata mənasında işlənirsə, o zaman konkret isim kimi başa düşülür. Keçirik tək, cəm və toplu isimlərə. Əgər isimlər lar, lər şəkilçi qəbul edibsə, həmin isimlər cəmdə sayılır. Yox, əgər ismin içində lar, lər şəkilçisi yoxdursa, heç bir halda o isim cəmdə sayıla bilməz. Bir də adətən xüsusi isimlər cəmlənə bilmir, amma istisna məqamlar var ki, bəzi məqamlarda xüsusi isimləri də cəmləndirmək mümkündür. Deməli, bir də bəzi məqamlarda cəm şəkilçisi cəmliyi bildirməyə bilər. Məsəl üçün, deyirəm ki, kitablar stolun üstündədir. Orada həqiqətən də larlər şəkilçisi cəmliyi bildirir, çoxluq bildirir, kəmiyyətcə. Amma misal üçün deyirəm ki, soyuqlar başlayıb, burada artıq kəmiyyətcə çoxluq məzmunu bildirmir. Yəni, soyuq hava başlayıb. Bir də bir şeyi də qeyd edeyim ki, məzmunca çoxluq bildirmir. Amma soyuqlar sözü yenə də cəmdə sayılır. Yəni, bir sözlə, bir ismin içində larlər şəkilçisi varsa, o artıq cəmdə sayılır. Amma elə isimlər var ki, onların içində cəm şəkilçisi yoxdur, amma məzmununda çoxluq olur. Belə isimlərə toplu isimlər deyirlər. Bu isimlər formaca təkdədir, amma məzmununda çoxluq olur. Məsələn, ordu təkdədir, amma məzmununda çoxluq olur. Yəni, orada deyəndə biz bir adamı başa düşmürük. Çoxlu adam başa düşülür. Bu qayda əhali, cəmaat, dəstə, sürü, ilxı və digər bu tip sözlərə də aid edilir. Məsələn, sürü, qoyun bir dənə olur, o sürü çoxlu qoyuna deyirlər. İlxı bir çoxlu ata deyirlər. Amma toplu isimlər də formaca cəmdə hesab edilmir. Yəni, qeyd etdiyim kimi, əgər bir sözün içində larlər şəkilçisi yoxdursa, hətta o məzmunca çoxluq bildirsə də o isim təkdə sayılır. Bir də qeyd edeyim ki, toplu isimlər özləri də cəmlənə bilirlər. Məsələn, ordu, ordular deyə bilərik. Dəstə təkdədir, dəstələr sözü isə cəmlədir. Sürü təkdədir, sürülər sözü isə cəmdə sayılır. Bəzi istisnalar var ki, istisna sözlər var ki, əhali, cəmaat sözləridir. Bir də ictimaiyyət sözü də var. Bu sözlər toplu isimdir, amma cəm şəkilçisi qəbul edə bilmir. Ümumi xüsusi isimlərə baxırıq. İndi xüsusi isim, ümumi isim odur ki, eyni cinsli əşyaların adını bildirir. Bütün oxşar varlıqlara biz bir ad verir. Məsəl üçün, dünyada çoxlu adam var, bu ümumi isimdir. Və ya da dünyada çoxlu ölkə var, bu da ümumi isimdir. Amma o eyni cinsli əşyaları biz bir-birindən fərqləndirmək istəyiriksə, həmin isimlərə adlar veririk, xüsusi adlar veririk ki, o zaman xüsusi isim olur və onlar böyük hərflə yazılırlar. Məsələn, dünyada çoxlu çay var, amma Kür adını onu digər çaylardan fərqləndirmək üçün vermişik. Bir də ümumi isimlər də xüsusi isimlərə keçə bilir. Məsələn, deyək ki, sevinç bir ümumi isimdir, amma biz onu xüsusi isim kimi işlədə bilərik. Və ya xəyal ümumi isimdir.
biz onu xüsusi isim kimi işlədə bilərik. Eyni zamanda tərsinə proses də ola bilər. Yəni xüsusi isimlərdən zamanla ümumiləşə bilər ki, bunu da qeyddə göstərmişəm. Badamlı, rentgen, şampan nə vaxtsa xüsusi isim kimi işlənib, amma bu gün biz onları ümumi isim kimi işlədə bilərik. İndi isə gəlirik ismin digər bir kateqoriyasına, ismin hallarına. İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən 6 dənə hal üzrə dəyişir və hər bir halın da adı xala çıxmaq şərti ilə özünün qrammatik göstəricisi, yəni şəkilçisi olur və bütün 6 hal cümlədə müəyyən bir sintaktik vəzifə daşıyır. Adı xal xüsusi bir şəkilçisi olmur. Kim, nə, hara suallarından birinə cavab verir. Deməli, adı xalın heç bir şəkilçisi olmur demək o demək deyil ki, adı xal heç bir şəkilçi qəbul edə bilməz. Sadəcə özünün xüsusi hal şəkilçisi yoxdur və adətən bu adı xal başlanğıc hal hesab edilir və lüğətlərdə isimlər adı xalda verilir. Təbii ki, heç bir qrammatik şəkilçi olmadan içində. Adı xal cümlədə sintaktik vəzifəsi mübtəda, xəbər, təyin və xitab kimi işlənə bilməsidir. Təyin kimi işlənmək üçün adı xalda olan söz. Yəli hal isə sahiblik, yəli məzmunu bildirir, özünü iki formada göstərir. Müəyyən formada, müəyyən yəli hal və qeyri-müəyyən yəli hal. Müəyyən yəli hal in şəkilçisi vasitəsilə düzəlir. Məsələn, burada baxırıq, kimin, üzr istəyirəm, kitabın cildi, nəyin cildi? Əlinin qardaşı, kimin qardaşı, yəni kimin, nəyin və haranın suallarından birinə cavab verir. Adətən yəli hallı sözün yanında mənsubə şəkilçili söz olur. Məsələn, burada cildi sözü mənsubə şəkilçisi qəbul edibdir. Qeyri-müəyyən yəli hal isə heç bir şəkilçisi yoxdur. Formaca adı xalı oxşuyur və ancaq nə sualına cavab verir. Baxın, adı xaldan fərqli olaraq kim hara sualına cavab vermir. Amma deməli, qeyri-müəyyən yəli hal şəkilçisi qəbul etmiş sözü nədən tanıya bilərik? Birincisi, onu müəyyən yəli hala çevirə bilirik. Kitab üzü, kitabın üzü. Körpə səsi, körpənin səsi formasında dəyişə bilərik. İkinci bilməli olduğumuz məqam isə odur ki, əgər bir söz qeyri-müəyyən yəli hal şəkilçisi qəbul edibsə, mütləq şəkildə düz yanında mənsubə şəkilçisi qəbul etmiş bir söz işlənir. Məsələn, burada körpə səsində körpə sözü qeyri-müəyyən yəli haldır və səsi sözü mənsubə şəkilçisi qəbul edib. Mütləq mənsubə şəkilçisi qəbul etməlidir və tək işlənmir qeyri-müəyyən yəli hal. Gəldik yönlü hala. Yönlü hal yön, istiqamət məzmunu bildirən bir haldır. Kimə, nəyə, haraya suallarından birinə cavab verir. Müxtəlif sintaktik vəzifələr daşıyır. Burada qeyd olunubdur sintaktik vəzifələri. Deməli, gəldik təsirli hala. Təsirli hal isə kimi, nəyi, haranı suallarından birinə cavab verir. Deməli, təsirli hal özü də iki formada özünü göstərir. Əgər I şəkilçisi vasitəsilə düzəlirsə bu müəyyən təsirli haldır. Yox, heç bir şəkilçisi yoxdursa və nə sualına cavab verirsə bu qeyri-müəyyən təsirli haldadır. Və qeyri-müəyyən təsirli halı adı xaldan fərqləndirmək üçün birinci nəyə fikir verir? Onu müəyyən təsirli hala çevirmək olar. Məsəl üçün, kitab aldım. Baxırıq, burada kitab sözü qeyri-müəyyən yəli haldadır, üzr istəyirəm, təsirli haldadır və nə sualına cavab verir, nə aldım. Amma biz bunu rahatlıqla müəyyən təsirli hala çevirə bilərik. Kitabı aldım. Bir də ikinci yol isə odur ki, həmin sözün qeyri-müəyyən təsirli halda olduğunu bilmək üçün həmin sözün qabağına o, bu işarə vəzirliklərini artırırıq. O kitabı aldım, bu kitabı aldım demək olmur. Əgər o işarə vəzirliyini həmin qeyri-müəyyən təsirli halda olan sözün qarşısına artırırıqsa, o avtomatik müəyyən təsirli hala çevriləcək. O kitabı aldım. Musiqi dinləyir. Bu musiqi dinləyir, yox, bu musiqini dinləyir. Qeyri-müəyyən təsirli halı belə də fərqləndirə bilərik. Məsələn, deyək ki, Həsən
Həsən maşın aldı. Burada biz artıq bayaq qeyd elədiyim kimi digər yollarla da tapa bilərik bu qeyri-müəyyən təsirli halı, amma həmin bu qeyri-müəyyən təsirli halı cümlənin əvvəlinə keçirsək, o zaman yenə də avtomatik olaraq müəyyən təsirli hala çevriləcək. Maşını Həsən aldı. Keçirik növbəti hala. Bu da yerli və çıxışlı hallardır. Yerli hal hərəkətin baş verdiyi məkanı, yeri bildirir. Kimdə, nədə, harada suallarından birinə cavab verir. Burada qeyd olunubdur hansı cümlə üzvləri funksiyasında çıxış eləyə bilir yerli halda olan söz. Və bir şeyi qeyd edeyim ki, yerli halda olan sözlər qoşma ilə işləmir. Ümumiyyətlə, ismin 4 dənə halı qoşmalarla işlənə bilir. Adlıq, yiyəlik, yönlük və çıxışlı hallar. 2 hal isə təsirli və yerli hal heç vaxt qoşmalarla işlənə bilmir. Çıxışlı hal isə hərəkətin başlanğıc nöqtəsini bildirir. Kimdən, nədən, haradan suallarına cavab verir. Burada çıxışlı halın tələffüzü ilə bağlı bir məqam qeyd olunub ki, əgər sözün sonu m və n ilə bitirsə, həmin sözə çıxışlı hal, yəni dandan şəkilçisini artıranda nam kimi tələffüz olunacaq. Gəldik hal şəkilçilərinin amonimliyinə. Hal şəkilçiləri deməli, ümumiyyətlə nə qədər hal şəkilçisi varsa onların hamısı amonimdir. Şəkilçilərin amonimini söz yaradıcılığında ətraflı izahı verilibdir. Amma belə deyim ki, məsəl üçün bir-iki nümunəsinə baxaq. Məsələn, ın şəkilçisi həm mənsubiyyət şəkilçisi kimi çıxış eləyə bilir ki, onu mənsubiyyəti qeyd keçəndən sonra ətraflı şəkildə deyəcəm. Həm fe'l düzəldən leksik şəkilçisi kimi çıxış eləyə bilər. Məsələn, qayıdış növü şəkilçisi kimi çıxış eləyə bilər. Həm də yəli alın şəkilçisi kimi çıxış edə bilər və zamanla bu şəkilçiləri keçəndən sonra, ətraflı tanıyandan sonra daha yaxşı başa düşəcəksiniz. Digər hallarda qeyd olunur. Məsələn, yönlü hala da baxaq. Həm isimdən deməli fe'l düzəldən şəkilçi kimi çıxış eləyə bilər. Qandan qanamaq və yaxud da isim düzəldən şəkilçi kimi çıxış eləyə bilər. Yarmaqdan yara ismi eyni zamanda yönlü hal şəkilçisi kimi də çıxış eləyə bilər. Hələlik bu qədər uşaqlar. Növbəti izahda görüşərik ki, orada da ismin mənsubiyyət və xəbərli şəkilçiləri üzərində danışacağıq. Sağ olun.